Bugünkü dərsimiz aldehid və ketonu keçəcək üzrə kimyadan. Bunlar da siniflər arası izomerdir. Hər bir dərsi dalbadal keçirik. Baxın, alkan yox idi. Sikloalkan nə idi? Alkin. Alkin, alkadiyen, aromatik karbohidrogen yox idi. Bir atomlu spirt, sadefil. İndi aldehid keçirik. Bundan sonra da keton keçiləcək. Aldehid, keton. Yəni CN, H2N o ümumi formuluna malik olan maddələrə aldehidlər deyilir. Və CN H2N o formuluna malik olur və tərkibində funksional qrup budur. Bu funksional aldehid qrupu olan maddələrə aldehidlər deyilir. Aldehidlərin ilk nümayəndəsində aldehidlər belə deyilir, doymuş, doymamış və aromatik tipli olurlar. Doymuş aldehidlərin ümumi formulu budur. CN H2N üstə gəl 1, bir də burada aldehid qrupu olur. Bu doymuş aldehiddir. Amma CN H2N çıx 1, çıx 3 formula malik olanlar isə onda doymamış aldehiddir. Belə çıxın ki, doymuş aldehidlərdə məsəl üçün buraya yazıram metil, etil, propil və s. yəni radikallar. Doymuş aldehiddə yalnız bircə dənə pi rabitəsi var. Amma doymamış aldehidlərdə ən azından 2 dənə pi'si var. Biri hökmən burada var. Burada ola bilər ki, bir dənə 2 qat rabitəsi olsun radikalda, ola bilər ki, 3 qat rabitəsi olsun. Yəni, ən azından 2 dənə pi olur. Məsələn, karbohidrogenda belədir ki, doymuş karbohidrogenlərdə pi yox idi vəbşi. Doymamışlarda var idi da. Amma aldehidlərdə, doymuş aldehidlərdə bir dənə pi rabitəsi var. Doymamışlarda ən azından 2 dənə pi rabitəsi var. Bir dənə doymuş aldehidlərdə ilk nümayəndədir ki, ilk nümayəndə, bax, bu. Bu ümumi formulu tamamlamır. Yəni, nə mənada? Axı, doymuş aldehiddə burada radikal olmalıdır. Burada radikal deyil. Karbonun sayı 0 olduğu hala uyğundur. Daha doğrusu, N'in sayı 0 olduğu hala uyğundur. N'in sayı 0 olanda, elə bil burada, bu elə bir aldehid qrupudur da. Bunun sayı 0 olanda, bu hissədə nə qal? 2 vur 0, 0 üstə gəl 1. Bu belə, COH bu. N'in sayı 0 olduğu hala mövcuddur, uyğundur. Doymuş aldehidlərdə bildik ki, hökmən bir dənə sigma rabitəsi var. Bir də aromatik aldehidlər var. Bax, məsələn, ilk və ən sadə nümayəndəsi, yəni testdə ancaq bu düşür, bax. Aromatik aldehid. Bu olmasa, bunun adı benzoldur. Aromatikdir, karbohidrogen. Amma bu karbohidrogen deyil düşür. Bunun adı benzaldehid. Benzaldehid. Benzolun kənarındakı bütün karbon atomları keçmişdir ki, sp2 birləşmə halındadır. Bunda da 2 qat rabitə olduğuna görə sp2 birləşmə halında olur. İndi adlandırılmasına gələk. Bax, bunların adlandırılmasına. Bir karbon olan nümayəndə. H, C, O, H. 2 karbon olan nümayəndə. Çəkilim oradan görə. 2 karbon olan nümayəndə yazaq. 3 karbonu bir neçəsini yazaq. Aldehid. 4 karbon olan nümayəndə. İndi sonra şeylərlə də yazacağıq. Quruluşları müxtəlif olanlar. Aldehidlərin tarixi adları var. Rasional və beynəlxalq üsullarla adlandırırlar. Tarixi adı nədir? Bir karbonu olanın tarixi adına buna deyirlər ki, qarışqa aldehidi. Əzbər biləsiz, qarışqa aldehidi və ya formaldehid. Bunun adlandırılmasını bilsəz, turşular deyin adlandırmadır. Bir karbonu varsa qarışqa aldehidi və ya form aldehid. Buna qarışqa yazır. 2 karbonu olana asetaldehid. Asetaldehid. Üçünün tarixi adına propion aldehidi. 4 karbon olan tarixi adı yağ aldehidi. Yadınıza düşürsə əgər. Amma məsələn, tarixi adı bax, belə olsa əgər, bu CH3'dür. Olsa buna deyirik izoyağ aldehidi. Yəni demək istəyirəm ki, yağda 4 dənə karbon olur. Tarixi adlarını deyirik. Hələ nömrələnmə beynəlxalq demirik. Rasional nəyinsə törəməsi kimdir onu demirik. Birincinin tarixi adı qarışqa aldehidi, ikincinin asetaldehid, propion aldehidi, yağ aldehidi, buna da izoyağ aldehidi deyilir. 5 karbon olana valerian, 6 kapron, 7 enant deyilir. 5 dənə karbon yan bayan olsaydı buna valerian deyilir. 6 kapron, 7 isə enantdır. İndi gələk bunların rasional üsuldan adlandırılmasına. Axı, rasional üsul nəyəsə törəməsi kimi baxılırdı. Məsələn, alkanlarda ilk nümayəndə metanın törəməsi kimi baxılır. Alkenlərdə ilk nümayəndə etilinin törəməsi kimi baxılırdı. Alkinlərin ilk nümayəndəsi asetlinin törəməsi kimi baxılır.
Spirtlərdə metil spirtinin rasional sunan adı karbinol idi. Bir atomlu spirtlərdə karbinolun törəməsi kimi. Bunda da ilk nümayəndə ümumi formula, yəni CNH2 üstəgəl 1 olmadığına görə bundan yox, rasional sulda hamısı elə bir sanki bundan törüyor. Bunun da adı 2 karbonu olanın adı sirkə aldehididir. Bu sirkə aldehididir. İndi baxın, neyinirdim? Sirkə budur da 2 karbonu var. Bu sirkə aldehididir. Nə deyəcəyik? Metil sirkə aldehidi. Buna nə deyiləcək? Bununla bunu yumurlar ki, bu sirkə aldehididir. Etil sirkə aldehididir. Bununla bunu yumurlar ki, dimetil sirkə aldehididir. Yəni aldehid qrupu və onun yanındakı karbonu yumurlayırıq ki, bu bizim sirkə aldehidimizdir. Rasional da birlikdə rəqəm zad demirik. Kənarda nələr qaldı? Radikalların adı dimetilmi, dietilmi, metilizopropilmi, hər nəsə sonunda deyəcək sirkə aldehidi. Amma beynəlxalq nömrələmədə özə bax spirtlərin sonuna ol və ya il şəkilsi əlavə edilirdi. Metanol və ya metil spirti. Amma bunlarda aldehidlərin sonuna al şəkilsi əlavə edilir. Da metanol yox, o spirtdir. Bu metanal. Beynəlxalq nömrələ də buradan nömrələdim. Nə qaldı? Metanal. Buradan nömrələ aldı. Funksiyonal qrup olan yerdə nömrələyir ya. Etanal. Buradan məsələn nömrələsəm nə olacaq? Propanal. Buradan nömrələsək butanal. Buradan nömrələsən 2 metil propanal. Bildiniz? Beynəlxalq üsulla o demək ki, nömrələ. Deməli, tarixi üsulla qarışqadır, asetatdır, propiondur, 4 yağdır, bu da izo yağdır, 5 valerian, 6 kapron, 7 enant aldehidi. Rasionalla sirkə aldehidi, hamısı bu da sirkə var. Yəni aldehid qrupunun yanındakı nələ sirkə aldehididir? Metil sirkə aldehidi, etil sirkə aldehidi, dimetil sirkə aldehid şəklində. Beynəlxalqla da nömrələyəsən. Funksional qrup yaxın olan yerdən nömrələdim. 2 metil propanal. Daha bunda propanal 1 deyilmir. Niyə? Məsələn, spirt olsaydı, bu OH qrupu burada olsaydı, məsəl üçün 2 metil propanol 1 deyilərdi. Niyə? Çünki OH vəziyyətini dəyişir. OH burada da ola bilərdi, burada da ola bilərdi. Propanol 2 də deyə bilərdi. Amma aldehid qrupunun vəziyyətini dəyişmək mümkün deyil. Aldehidlərdə birazdan deyəcəm ki, sinif daxili izomerliyində vəziyyət izomeri olmur. Yəni funksional qrupun götür vəziyyətini dəyişmək olmur. Yalnız birincidən çıxır. Sadəcə deyəcək ki, 2 metil propanal. Bu adlandırma. Çətin olmadı. İndi keçirik bunlarda izomerliyi. İzomerliyi. Digər siniflərdə olduğu kimi bunlarda da sinif daxili, siniflər arası optiki izomerliyi var. Optiki izomerliyi odur ki, asimetrik karbon olsun. Məsələn, funksional qrup heç vaxt asimetrik ola bilməz. Bilirsiniz niyə? Bu 1, 2, maksimum 3-cü müxtəlifə birləşəcək də. Bu heç vaxt asimetrik ola bilməz. Buradan başlayayım. Bunun sağ tərəfi budur. Bir tərəfini metil eləyim, bir tərəfini etil eləyim, bir tərəfini hidrogen yazım. 4 müxtəlif qrupa birləşdiyinə görə asimetrik karbon atom var, yəni optik izomerliyi əmələ gətirir. Bu sinif daxilində olan izomerliyidir. Sinif daxili izomerliyin bunda yalnız quruluş izomerliyi var. Vəziyyət izomeri olmur. Yəni, məsələn, vəziyyət nə idi? Alkində belə ki, 2 qatdan 3 qatın vəziyyətini dəyişib, o üzü bu üzə gətirirdi. Spirtlərdə də radikal olmur da, OH-ın yerini dəyişib, vəziyyətini dəyişə bilirdi. Bunlarda aldehid qrupunun yerini dəyişə bilmərik. Yəni, bunda vəziyyəti dəyişə bilmərik. Ancaq quruluş izomeri var. Quruluş izomerdə neçə karbonu olan nümayəndədən başlayır? Bax, ən azından gərək 4 karbonu olsun ki, bu butanaldır. Mən bunu belə yaza bilim. Ki, 2 metil propanal C4'dür, bu da C4'də sinif daxilində quruluş izomerliyidir. Məsələn, mən durub 3 karbondan yazsam, bunun sinif daxili izomerini necə yazım? 1, 2, bu aldehid qrupudur. Yəni, 3-cü karbonu buraya yazım. Bu deməkdir də. Eyni şey deməkdir. Sinif daxili izomerliyi C4, yəni 4-cü nümayəndədən başlayır. Aldehidlərin ilk nümayəndəsi yalnız və yalnız qarışqa aldehidi qaz halındadır. Digər nümayəndələr qaz halında deyil. Bax, karbohidrogenlərdə keçirdik ki, üzvü kimyada. C4 də daxil olan nümayəndə qazdır. O deməkdir ki, bütün hamısında 4 nümayəndə qazdır. Məsələn, sikloalkanlarda C3, C4'dür də. C4 daxil olan nümayəndə karbohidrogenlərdə qaz idi. 5-dən 15 daxil maye idi, sonrakılar gəlirdi, bərk idi. Aromatik karbohidrogenlərdə benzoldan başlat, C6-dan başlatsa aromatiklər maye halındadır. Onun qazı yox idi. Spirtlərdə qazlar deməmişdi ki,
Spirtlərdə ali spirtlərə qədər, yəni 9-10 nümayəndəsinə qədər maye idi. Yerdə qalanlar bərk halda idi. Fenol keçdi. Fenol bərk, antipesifik, zəhərli maddədir. Yəni mikroorqanizmləri məhv edə bilər. Fenol necə yazılırdı? 6 bucaq, üstündə bir dənə OH yazılırdı. Yəni demə 6 karbonu var, o mayedir, yox. Fenol bərk, antipesifik, zəhərli maddə. Fenol bərk idi. Amma fenol suda yaxşı həll olan bərk maddədir. Fenolun suda məhlulu karbol turşusu adlanır. C6H5OH elə karbol turşusudur. Pikrin turşusu nə idi? Fenolla nitrat girəndə 2, 4, 6 trinitrofenol alınır ki, o da pikrin turşusuydu. Burası qabaqlardan da deyirəm ki, yada düşsün. Aldehidlərin yalnız ilk nümayəndəsi qaz halındadır. Suda məhlulu formalin adlanır. Zəhərli maddədir. Yalnız bu qazdır, amma digər nümayəndələr maye halındadır. Düz yüksək karbon olanlar bərk hala keçir. Amma yəni bunun demək istəyirəm ki, bir dənə ilk nümayəndəsi qaz halındadır. Bir ilin qəbulundaydı, yoxsa sınağındaydı, düşmüşdü ki, aldehidlərin ilk maye halında, elə birinci qruplarda, ilk maye halında olan nümayəndəsinin emeri ən asan sual idi. Uşaq da ilki görüb, deyir, bu aldehidin ilk nümayəndəsi budur da, emerin test tapıb. Bunun emerinin də cavabı verilib. Aldehidlərin ilk nümayəndəsi desə budur. Amma ilk maye halında olan nümayəndəsi desə, burada CH3, COH bu şəkildə yazacağıq. Yadda qaldı. Bu belə. Yəni bir dənə bu qazdır. İndi rabitələrinə gələk. Məsələn, baxın. Deyək ki, ürəyimiz istəyən bir də doymuş aldehiddən danışırıq. Məsələn, ürəyimiz istəyən bir dənə doymuş aldehid yazaq. Yedim qaytardım. Aldehid. İstənilən bir aldehid yazmışam. Bunun formulu necə yazılır? CN, H2N üstə gəl 1, COH və belə də demək olar. CN, H2NO. Fikir verin. C2H4O. Belə deyil. Yəni bütöv şəkildə belə də yazmaq olar. Funksional qrup ayrımında elə də yazmaq olar. İndi biz deyirik, bunda neçə qeyri-polymer kovalent rabitə var. Məsələn, deyək ki, ümumi formul budur da. Ayırmasaq əgər. Deyək ki, bunda neçə 2 karbonu var, neçə qeyri-polyer var? Bir dənə. Qeyri-polyer nə deməkdir? Karbonla karbon arasında. 5 karbon olsa, arada 4 dənədir. Yəni qeyri-polyerin sayı neçə olur? N-1. Elə deyil. Polyer kovalent rabitə müxtəlif qeyri-metal atomları arasındadır. Burada məsələn birini yazmışıq. Bunlar qeyri-polyerdir. Polyer nədir? Hidrogenlərin sayı, elə deyil. Baba, hidrogenlərin sayı. Bu da polyerdir da. Müxtəlif qeyri-metal atomları arasındadır. Hidrogenlərin sayı üstəgəl 2. Hidrogenlərin sayı üstəgəl 2. Bu polyer kovalent rabitədir. Bunlardan neçə pi var? Doymuş aldehiddən danışırıqsa hökmən bir dənə piyimiz var. Axı bu tərəflərində 2 qat yoxdur. Amma sigmanın sayı. Karbonla karbon arasında olanlar, karbonla karbon arasında sigma N-1. Karbonla hidrogen arasında olanlar, yəni hidrogenlərin sayı nə demək? 2N və bunlardan biri, yəni sigma rabitəsinin sayı 3N-ə bərabərdir. Yəni əzbərləməyin, hər hansı birisi düşəcək. Deyən ki, karbonla karbon arasında N-1. Siz bu formulu bilin. Karbonla hidrogen arasında, yəni hidrogenin sayı 2N və oksigenə gedəndə bir dənə sigma rabitəmiz var. Yadda qaldı. Hibrid orbitalların sayı, doymuş aldehiddən danışırıq. 2 qat rabitəli karbonu varsa, bir dənə bu nə idi? sp2. Yerdə qalan karbonlar sp3-dür. İstəyir 10 dənə karbon olsun. Bunun 9-u sp3-dür, 9-u 4N-dir. Amma biri 4N deyil. Yəni 4N çıx birindən hesablanır. Ancaq doymuşa aiddir. Hə, ancaq doymuşdan danışırıq. Doymuş aldehidlərdə hibrid orbitalı deyirsən bir dənə sp2-si var. Yerdə qalan sp3-dür də. sp3 olanda 4N çıx birindən hesablanır. Bildiniz? Bu belə, bu rabitə, adlandırma, aqreqat halı, sonra nəyimiz? Sigma p-ni dedik. Məsələn, doymamış aldehidlərdən ən sadə, yəni doymuş aldehidlərin ilk nümayəndəsində dedik ki, bir dənə karbonu vardır. Yəni doymuş aldehid budur. İlk nümayəndəsi budur. N-in sayı 0 olduğu haldır. Yəni doymamış aldehidlərdə bəs neçə karbondan başlayır ilk nümayəndə? Doymamış aldehidlərdə gərək ən azından bu tərəfində, bu sol tərəfində bir 2 qat olsun da, ən azından 3 qat ola bilər, 2 dənə 2 qat ola bilər. Ən azından bir dənə 2 qat olsun. Deyirəm ki, bax, bu doymuş, doymamış fərqi yoxdur. Aromatik aldehiddə hökmən bu var.
Doymamış aldehiddə burada 2 qat olmalıdır. Mən durub belə yaza bilmərəm axı. Karbon axı 5 valentli ola bilməz. Məcburam ki 2 qatı buradan salım. Beləliklə ki, doymamış aldehidlərin ilk nümayəndəsində 3 dənə karbon atom var. Əgər 2 dənə pisi varsa, 3 dənə karbon atom var. Bunun adı nədir? Buradan nömrələsəm propenal. Propenal. Bildiniz nə deyirəm? Elə ki, bu olmasaydı, bu propen deyəcəkdik. Sadəcə propenal deyərdik. Və ya ola bilərdi, biraz uzadan. Məsəl üçün deyirəm. Buradan nömrələyəcəkdim 1, 2, 3, 4. Burada nə deyəcəkdim? Bu bir dənə də bura belə gözəl görünsün. Nə deyəcəkdim? 3 metil butenal 2. Butenal 2. Sonunda dediyim 2, bu 2 qat çıxanın yeridir. 3 metil butenal 2. Çatdı. Bu da doymamış aldehidlərdən. Bir də doymamış aldehidlərin bayaq dedim ki, bax testdə digər adı düşəcək. Bu digər adını əsas deyim. Bunun adı dediyim ki, propenal və ya akril aldehididir. Əzbər yazısı saxlayın. Bunun adı propenal və ya akril aldehididir. Ola bilər, bax, burada metil olsun. Buna deyəcəm 2 metil propenal və ya meta-akril aldehidi. Biri var, bu olmasın akril aldehidi. Bir də var meta-akril aldehidi. Yəni akril aldehidin yaz, ikincisində metil çıxar ki, bu da meta-akril aldehididir. Çatdı. Sonra aldehidləri bəzən tarixi üsullarla adlandıranda alfa, beta sözündən də istifadə edilir. Məsələn, necə? Bir də oksidaşma dərəcələrində yazacağım. Məsələn, deyək ki, nə deyim sizə? Metil. İndi biz bunu, məsələn, deyirəm. Desə ki, beynəlxalq üsulla adlandır. Əlbəttə ki, nömrələyəcəm də buradan beynəlxalqla. Deyəcək 2 metil butanal. Elə deyil, 2 metil butanal. Bu beynəlxalqdır. Rasionalla bunu yumurlasam, deyəcəm ki, metil, etil, sirkə aldehidi. Kimə nə çatmazsa həmin dəqiqə soruşsunlar. Amma bir də var, alfa, beta, gamma söhbəti var. O tarixi üsuldadır. Əgər mən bax, nömrələməklə eləsəm, beynəlxalqla eləsəm, bu 1-dir, bu 2-dir. Elə deyil. Amma tarixi üsulla alfa, beta söhbəti ilə olanda buna heç vaxt alfa zat düşmür, heç nə. Bunun yanındakı alfadır. Alfadan metil çıxıbmı? Tarixi üsulla deyirəm. Alfa metil, zəncirdə neçə karbon var? 4. 4-ün də tarixi adı yağ idi. Alfa metil yağ aldehidi. İndi məsəl üçün bu buradan çıxmır. Deyək ki, buradan çıxır. Deyirəm ki, alfadan yox, betadan çıxır da metil. Beta metil yağ aldehidi. Və 5 karbon var. Beta metil valeriyan aldehidi. 5 karbona valeriyan deyirik. 6 karbona kapron, 7 karbona enant deyilir. Tarixi üsulla alfa, beta söhbəti olanda buna heç vaxt alfa yazmıram. Bu alfadır, alfadan çıxmayıb axı. Buradan çıxdı betadan. Beta metil, nömrələyəndə buradan nömrələyəsən 4 karbon var. 4-ün tarixi adı nə idi? Yağ aldehidi. Karbonları uzadıb 3-cü karbondan çıxartsaydıq metil onda necə olardı? Gamma. Gamma. Bu bundan olmazdı, bundan olmazdı, bundan olardı. Gamma metil. Ola bilər ki, bu bundan yan bayandır. Alfa, beta, dimetil. 4-ün də tarixi adı yağdır. 4 yağ, 5 valeriyan, 6 kapron, 7 enant. İndidən bilək ki, liflərdə də onlar bizə lazım olacaq. Rasional necə edə bilərsiniz? Rasional. Məsəl üçün, rasionalda bunu yumurladın mı? Bu sirkə aldehiddir. Yerdə nə qaldı? Məsələn, deyək ki, bu da var da. Nədir bu? Metil. Burada nə qaldı? İzopropil. Qutarda da metil izopropil sirkə aldehidi. Yumurlayacağın sirkə aldehiddir. İndi aldehidlərdə oksidaşma dərəcələrinə baxaq. Yalnız və yalnız ilk nümayəndədə karbonun oksidaşma dərəcəsi fərqlidir. Necə? Bu karbon oksidaşma dərəcəsini tapaq. Ümumi tapılır. -2 üstə gəl 1 üstə gəl 1. Eləyir 0. Yalnız qarışıq aldehidində karbon oksidaşma dərəcəsi 0-dır. Amma digər aldehidlərdə, məsələn, bizə deyir ki, məsəl üçün deyirəm də, CH3, bunda birinci karbon oksidaşma dərəcəsini neçədir? Sən birinci deyəndə bunu nəzərdə tutmursan, axı nömrələmə buradan aparılır. Üçüncü karbon desə, bu belə gəlsən. Müsbət 1, -3, müsbət 1, -3, müsbət 1, -3. Buna demirsən, bu 0-dır. Yox, bu opşi götürülür. -2 üstə gəl 1, -1, əksinə müsbət 1.
İstənilən aldehiddə, spirtdə də belə idi. Bir dənə metil spirtində fərqli idi. Digərlər birli spirtlərdə eyni idi. İstənilən aldehiddə aldehid qrupundakı karbonun oksidaşma dərəcəsi müsbət 1-dir. Yalnız qarışıq aldehidindən başqa. Bildiniz? İndi keçək alınmasına. Aldehidləri necə alırıq? Yadınıza sala bilərsiniz. Spirtlərdə nə demişdik? Aldehidin alınması nə var idi? Birli spirt oksidləşən. Düzdür, birli spirt. İstənilən bir dənə birli spirt yazarsınız. Yəni bura yazsam ikilidir. Burada birli spirt yazarıq. İstənilən birli spirt oksidləşəndə, birli spirtin oksidləşməsi ya O gələr, ya mis-2 oksid. Mis-2 hidroksid yox ha. Bir atomlar mis-2 hidroksidlə girmir. Nə olacaq? Bu birli spirtdir də. Bu spirt qrupu aldehid qrupuna çevrilir. Qalan nə var? Köçür. CH3, CH2. Bu qrup aldehid qrupuna çevrilir. Üstə gəl mis, üstə gəl su. Sonra yadınıza nə düşər? Aldehiddən. Bir yazısa salın görə. Birini qoy mən deyim. Düz bu dediyimi alkində keçməmişdi. Etilenin oksidləşməsindən 2 karbon olan aldehid alınır. Sirkə aldehidi. Sirkə aldehidi. Sonra keçmişdi. Yadınıza düşür. Alkinlərdə yalnız asetlinin hidratlaşmasından civə duzlarının iştirakı ilə Kucherov reaksiyası aldehid alınır. Amma digər alkinlərdə isə keton alınırdı. Yada düşdü. 2 karbonu olan aldehid alınır. Yəni əsas testdə nələr düşür onu yazıram. Yoxsa aldehidin alınması çox idi. Birli spirtin oksidləşməsindən, etilenin oksidləşməsindən, asetlinin hidratlaşmasından, başqa hələ ki bunları bilək bəsdir. Sonra keçək kimyəvi xassəsinə. Aldehid yəni nələrlə reaksiya girir? Aldehidlər üçün ən xarakterik olan reaksiya aldehidlərin gümüş güzgü reaksiyasına girməsidir. Aldehidlər həmçinin reduksiya olunur. Reduksiya nə deməkdir? Aldehidin üzərinə hidrogen gəlir. Aldehidin reduksiyasından birli spirt, keton reduksiyasından ikili spirt. Yəni bir dənə aldehid qrupu çevrilir spirt qrupuna. Bax buna OH birləşdirilir. Aldehidin reduksiyasından birli spirt alınır. Bəs aldehid oksidləşəndə nə alınır? Aldehidin oksidləşməsi ya belə də yazıla bilər. Ya mis-2 hidroksidlə də yazıla bilər. Ya da ki, arginim 2-10 da yazıla bilər. Üçü də oksidləşmədir. Aldehid oksidləşəndə ya oksigen gələcək, ya mis-2 hidroksid, ya da arginim 2-O. Amma bir atomlu spirt oksidləşməsi var idi. O mis-10 yazır. Mis-2 oksid. Mis-2 oksid qara rənglidir. Mis-2 hidroksid isə mavi və ya göy rənglidir. Əzbər biləsə bunları. Aldehid oksidləşəndə cümləmizi bilək, turşu alır. Bir dənə bura O gəlir. Sö. CH3, COOH. Bu da oksidləşmədir. Aldehid oksidləşəndə turşu alınır. Müvafiq qabaqlar nə var? Köçür. Bircə dənə məsələ bura O gətirməkdir. Üstə gəl. Buradan alınır mis-2O, misin bir valentli oksidi və su əmələ gəlir. Bu da həmin şeydir də. Oksidləşəndə bir dənə bura O gəlir. Aldehidin oksidləşməsi zamanı nə alınır? Turşu, üstə gəl. Bu bura gəldi. Nə qaldı? 2 dənə argentin. Əmsallaşdıranda 2 dənə argentin yazırıq. Aldehid, spirtlər oksidləşəndə birli spirtdən aldehid, ikili spirtdən keton, üçlü spirt oksidləşmir və spirtin oksidləşməsi mis-2 oksid, mis-O yazılır. Qara rəngli mis-2 oksidlə reaksiyaya girir. Amma aldehidin oksidləşməsi gümüş güzgü reaksiyasına girir, mis-2 hidroksiddən girir, bir də üçü də oksidləşmədir. Mahiyyət eynidir ki, turşu alır, aldehid oksidləşəndə bir dənə bura O gəlir, turşu əmələ gəlir. Burada rəng necə dəyişir? Belə verilir, bax. Mis-2 hidroksid mavi və ya göydürmü? Bu əvvəlcə çevrilir mis-OH-a. Mis-OH-ın rəngi nə rəngi idi? Sarı. Bu bir valentlidir. Axı, bir valentlidən sonra parçalanır bir valentli oksidinə. Axı, metal neçə valentlidirsə onun hidroksid parçalananda o valentli oksidi yaranır. Amma qələvlər parçalanmır. Bu cümlə var idi. Bu da qırmızı rənglidir. Qırmızı. Deməli, deyəndə ki, aldehidlər oksidləşəndə rəngin dəyişməsi nə cür baş verir? Mavidir. Sonra mis-OH-a çevrilir sarı rəngə. Sonra mis-OH çevrilir mis-2 oksidə qırmızı rəngi. O vaxt bunun situasiyası düşmüşdü. Bilmirəm, cümlə yadımdan çıxıb. Nəsə deyildi, filan reaksiyada rəngin dəyişməsi qırmızı rəngə əmələ gəlirdi. İndi qabağımıza çıxılışa baxarıq görək nədir. Yenə deyirəm, misin bir valentli hidroksidi sarıdır. Bir valentli oksidi qırmızıdır. Bunu bilirdik ki, bu mavi və ya göydür. Bir də mis-2 oksid də qara rənglidir. Keçdikcə yavaş-yavaş öyrənin. Aldehid oksidləşdi, gümüş güzgü reaksiyasına girdi. Hidrogenlə reduksiyasını yazdıq.
Aldol reaksiyası var. Testlərdə görməmişəm. Aldol reaksiyası testlərə düşsün. Ona görə onu yazmıram. Aldehidin aldehidlə reaksiyası aldol reaksiyası adlanır, o keçilmir. Başqa heç nə, başqa reaksiyalar da çoxdur. Əsas testə düşənlər bunlardır, qəbula düşənlər bunlardır. Bu aldehidlər. Aldehidlərdə nəyi bilmədisə deyim, bir də deyim. Onu da bilir ki, yananda karbon qazı və su alır. Aldehid CnH2o yananda karbon qazı və su əmələ gəlir. N dənədir, bu da N dənədir. 2N dənədir, bu da 2N. 2N, bu da N. 3N'dir. 3N'in biri burada var. 3N çıx 1 bölü 2 ilə hesablanır. Ketonlar da asan dərsdir. Hə, aldehidin siniflər arası izəmeri bayaq deməli. Aldehidin siniflər arası izəmeri ketondur. Bax, CnH2nO bu aldehid. CnH2nO bu keton. Bax, ketonların ilk nümayəndəsini izah edəcəm ki, ketonlarda bu qrup olduğuna görə ən azından 3 karbon atom var. Ən azından ilk nümayəndəsində 3 karbon var. Biləcək ki, qarışqa aldehidinin siniflər arası izəmeri yoxdur. Sirkə aldehidinin siniflər arası izəmeri yoxdur. Amma propanalın, propanal burada CH2 yazım. Propanalın 3 karbonu varmı? 3 karbon olan ketondan siniflər arası izəmeridir. Beləcə ki, aldehidlərin siniflər arası izəmerliyi C3-dən 3-cü nümayəndədən 1-ci və 2-ci nümayəndəsinin siniflər arası izəmeri yoxdur. Amma ketonların siniflər arası izəmeri C3-dən, yəni elə 1-ci nümayəndədən başlayır. İndi ketonlar dərsində deyə ketonlar da sadədir. Ketonlar CnH2nO ümumi formuluna malik olan, tərkibində karbonil qrupu olan maddələrə ketonlar deyilir. Bax, karbonil qrupu var, bir də karboksil qrupu var. Karboksil qrupu turşularda olur. Bax, bu karboksil qrupudur. Amma aldehidlərdə olan və ketonlarda olan karbonil qrupudur. Aldehid qrupu da karbonil qrupu adlanır, keton qrupu da karbonil qrupu adlanır. Amma spirt qrupu hidroksil qrupudur, OH olur. Spirtlərdə hidroksildir, aldehidlərdə və ketonlarda karbonildir, turşularda isə karboksil qrupu var. İndi aldehidlərdə dedik, karbon atomunu oksidaşma dərəcəsi neçədir? İstənilən ketonda, keton qrupunda, yəni funksional qrupdakı karbonun oksidaşma dərəcəsi istənilən ketonlarda müsbət 2-dir. İndi kənarda olan karbonların nəticə hidrogenləri yazıb hesablayırıq. Amma bundakı mənfi 2 yox, bu da müsbət 2. Bəzən uşaq məsələn düşünür ki, məsəl üçün deyirəm, testlərdə olan deyirəm. İkinci karbonun oksidaşma dərəcəsi. Uşaq deyir, bu 1-dir, bu 2-dir. Müsbət 1, mənfi 3. Müsbət 1, mənfi 3. Bunun yanında hidrogen yoxdur, götürüb 0 yazırlar. Yox, sən bunu funksional qrup olaraq spirtlərdə də elədi, aldehiddə də elədi, ketonda da belədir. Funksional qrupda tapırıq. Adlandırması. Bunların da beynəlxalq sunan adlandırma var, bir də rasional sunan adlandırma. Dedik, ilk nümayəndə budur. Bax, ilk nümayəndə budur. Bunun beynəlxalq sunan nömrələyəsən propanon. Propanon, axırı 10. Ketonda keton 10 əlavə edirlər. Aldehiddə al, məsələn, propanal. Spirtdə il və ya ol, propanol və ya propil spirti. Bunda deyəsən ki, propanon da 2 demirik. Niyə? Çünki bu burada ola bilməz. Propanon. Bu beynəlxalq daxı nömrələyirəm. Rasional sulla bunu yumurla ki, bu ketondur. Buna sadəcə keton deyirik. Dimetil, keton. Amma bunun tarixi adı da asetondur. Aseton uçucu ili mayedir. Xüsusi ili mayedir. Başqa bir ketonu deyək, məsəl üçün deyirəm, bax, buradan nömrəliyək, deyək ki, CH3-dür, CH3-dür, H. Beynəlxalq deyəndə karbonil qrupu yaxın olan yerdən ən uzun zənciri seçəcəyik. 1, 2, 3-dən çıxıb da metil. 3 metil, butanon. Yenə butanon 2 deməyə ehtiyac yoxdur. Bu, buradan da çıxsaydı, yenə 2-dir. Amma məsəl üçün 5 karbon olsaydı, deyərdim ki, 3 metil, məsəl üçün 5 karbon var, pentanon 2 deyərdik. Bildiniz nə dedik? Burada belədir, 3 metil butanon. Rasional sulla bu ketonda axı. Deyirəm, metil, izopropil, keton. Yadda qaldı. Bu adlandırılması. İndi gəl rabitələrinə baxaq. Rabitə, bu da CN, H2N, odur. Bir dənə ümumi bir formulu yazaq, rabitələri izah edək. Bunda da görünür ki, doymuş aldehidlərdə olduğu kimi bu karbon atomu sp3 deyil, sp2'dir. Yerdə qalanlar sp3'dür də. Hamısı 4N'li birindən başqa. 4N çıx birindən hesablanar.
Qeyri-polimer karbonat 3 karbonu varmı? Arada 2 dənədir. En çıx birindən hesablanır. P'nin sayı bir dənə. Sigmanın sayı karbonla karbon arasındakı en çıx 1. Üstəgəl karbonla hidrogen arasındakı, yəni hidrogenlərin sayı. Üstəgəl, axı bu biri P'dir. Üstəgəl bir dənə bu. Çatdı nə dedi? Birini yazırsız görürsünüz. Bu da rabitələrin sayı. İzomerliyinə baxaq. Sinif daxili izomerli. Bunda sinif daxili quruluşda var, vəziyyət də var. Məsələn, deyək ki, məsəl üçün deyirəm. Bax, bu onu istəyirsən burada yaz. 3, 4, 5, 6. Heksanon 2-dir. İstəyirsən burada yazma. Burada yaz. Heksanon 6 karbonda. Heksanon 3-dür. Burada da yazsam 4 olmur ha. Buradan nömrələyəcəm. Heksanon yenə də 3 sayılır. Bu sinif daxilinin vəziyyət izomerli. Görürsünüz, ketonlarda, spirtlərdə, alken, alka-diyenlərdə olduğu kimi funksional qrupunu dəyişmək olur yerindən. Amma aldehidlərdə belə şey yox idi. Aldehid qrupunu həmişə orada görəcəyik. Quruluş izomerli. Quruluş izomerli o deməkdir ki, radikal olsun da, məsəl üçün belə yazdıq. Deyək ki, bax, bunun radikalı var. Radikalı varsa bu sinif daxilinin quruluş izomerliyidir. Asimetrik karbon atomu varsa, bu funksional qrup heç vaxt asimetrik ola bilməz. Çünki maksimum 3 müxtəlifə birləşə bilər. İndi deyirəm ki, məsələn, bunu asimetrik eləyim. Sağı fərqli, aşağısı fərqli, yanı fərqli, burası da fərqli. Asimetrik karbon atomu varsa, optik izomerliyi əmələ gətirir. Siniflər arasında izomerliyində bayaq dedik. İndi keçək kimyəvi alınmasına. Necə alınır? İkili spirti neyniyək? Düz, ikili spirtin oksidləşməsi deyəndə, ikili spirtin üzərinə mis O gəlir. Mis hidroksid yox ha. Aldehid, ikili spirt. İkili spirt OH. Aldehid oksidləşməsi deyəndə mis hidroksid yazırıq, amma spirtlərdə elə deyildi. İkili spirt oksidləşəndə alır misdir, üstə gəl sudur. İkili spirt oksidləşəndə keton. Sonra başqa nə var idi ketonlardan? Keton necə alırdıq yazıda düşürsən? Alkenlərdən yalnız asidlərin hidratlaşmasından aldehid alınırdı. Amma digər alkenlərin hidratlaşmasından isə keton alınırdı. Kucherov reaksiyası var idi civə duzların iştirakı ilə. Və bu aşağıya gəlirdi. CH3, CO, CH3. Sonra bunun adı nədir? Bunun adı nə idi? İzopropil benzol veya kim deyər? Kumol. Yazda düşmür. İzopropil benzol veya kumolun oksidləşməsindən nə alınırdı? Bu çıxırdı buradan alınırdı fenol. Bundan qabaqki dərsimiz idi fenol və bu çıxdığı yerə də O birləşirdi. Fenol və aseton əmələ gəlirdi. Elə deyil. Sonra indi bunları keçmişik, bunu da keçmişdik, bu da keçilib, bu da keçilib. Təzə heç nə yazmadıq burada. Sonra bunu görməmişəm testə düşsün. CH3, COO, kalsiyum 2 dəfə. Kalsiyum asetatdan alınır kalsiyum karbonat və aseton. Bunu yenə də testdə görməmişəm düşün, amma yenə də deyirəm. Əsas bunlardır, dəqiqi başda dediyimiz reaksiyalardır. Bunlar da bilməliyik. İzopropil benzol və ya kumolun oksidləşməsindən fenol və aseton alınır. Bu da keçilmişdir. Kimyəvi xassəsi. Kimyəvi xassə. Yəni ketonlar nə ilə reaksiya girir onu yazılır. Ketonlar da aldehidlər kimi reduksiya olunur. Yəni bax, aldehidlər reduksiya olunanda birli spirt, amma ketonlar reduksiya olunanda ikili spirt alınır. Reduksiya olurdu CH3, C, ikili spirt OH, CH, CH3. Bəs aldehidlə ketonun fərqi nədir? Aldehid oksidləşmə reaksiyasına girirdi, gümüş güzgüyə girirdi, amma ketonlar oksidləşmir. İstənilən bir ketonun üzrə ya misk hidroksidlə mi gələk, ya nə bilim argin hümikionla mı gələk, ya və yaxud oksidləşməni belə mi yazaq? Heç biri ilə getmir. Aldehidlərdən fərqli olaraq ketonlar oksidləşmirlər. Gümüş güzgü reaksiyasına girmirlər. Gümüş güzgü deyəndə birinki aldehidlərə məxsusdur. Yəni oksidləşmə reaksiyası. Bir də fərqi nədir? Bayaq yadımızdan çıxdı aldehiddə demədik. Aldehid məsələn bax ilk nümayəndəsi budur da HCOH. Yəni belə də yazıla bilər CH2O. Bu formaldehiddir də bir karbon var. Formaldehiddən n dəfə polimerləşəndə poliformaldehid əmələ gəlir. Poliformaldehiddə belə yazacağıq da CH2O n dəfə. Bunun içində olanlar qalmalıdır da. Bu formaldehiddir, bu poliformaldehiddir. Amma ketona yaza bilmərik ki, keton məsələn n dəfə polimerləşəndə nə alınır belə yazsaq, heç də alınmaz.
Aldehidlərdən fərqli olaraq ketonlar nə oksidləşmirlər, nə də polimerləşmirlər. Bunlar da onlar kimi yanır, karbon qazı və su əmələ gətirir. Sonra bayaq aldehiddə yadımdan çıxdı demək. Yazıda düşür demişdik fenol formaldehidlə polikondensləşmə reaksiyasına girirdi. Fenol formaldehidlə polikondensləşməyə girəndə fenol formaldehid qətran əmələ gəlir. Polikondensləşmə nə deməkdir? Kiçik molekulu birləşmədən bir dənə iri molekulu birləşmə alınırsa, o polimerləşmə reaksiyasıdır. Amma kiçik molekulu birləşmədən bir dənə iri molekulu birləşmə alınır və bir dənə də yenə də kiçik molekulu birləşmə alınırsa, o polikondensləşmə reaksiyasıdır. Yəni belə deyək də, oxdan sağda bir dənə maddə verilibsə, bu polimerləşmədir. Amma bu bir dənə iri molekulu verilib, bir dənə də nəsə su verilibsə, demək ki, bu polikondensləşmə reaksiyasıdır. Yadda qaldı. Çoxların keçmişdik bunların. Aldehid, keton dərsini oxumaq.